tədbir iştirakçıları. Bildiyimiz kimi 2025-ci il onu mayın ayında Azərbaycan xalqının ümumilikdir. Müstəqil Azərbaycan dövlətinin quruluşu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102 illiyi tamam olur. Yəni onunla əlaqədar bütün respublikanın bütün bölgələrində bu tədbirlər keçirilir. Eləcə də bizim Mədəniyyət evi və Kitabxana filialı tədbirlər biz də qoşuluruq. Bir dəqiqə sükutla Ulu Öndər Heydər Əliyev və torpaqlarımız azadlığında şəhid olmuş oğul və qızlarımızı bir dəqiqə sükutla yad etdik. Əziz Ulu Öndərim, bu gün ruhu şad olsun, ona sadiq olanlar. Ürəkdən salam olsun, sən etdin ölkəmizi gözəl, qəşəng Gülüstan, vətənpərvər siyasətin dünyada oldu dastan. Vətən, vətən, can vətən, sinəm oldu qan vətən, qurban olun mən vətən, torpağına, daşına, nələr gəldi başına, Qarabağı satdılar, səni orada tutdular, bir şeyi unutdular, biz varıq oyan vətən. Qılıncı qahan vətən, Xocalı qıssası, qan siyan və iləsiyan. Hər birimiz birazsan, hər sözə dəstan vətən. Vətən, vətən, can vətən. Vətənin yolu açıldı, bağlanmış qol açıldı, dünyaya zəfər saçıldı, sən qalibsən Azərbaycan. Mən sənin dilinə dəymirəm, cəllad. Gəl sən də bu ana dilinə dəymə. Sənin də bağın var, gülüm var, çəkin. Bağımda əkdiyim gülümə dəymə. Həsədlərlə baxdın çəmənmə sən. Gör bir nələr etdin vətənmə sən. Yan deyib od vurdun bədərmə sən. Altında ateş var, külmə dəymə. Mən ağ dedim, qarıya qara. Sən məni istədin, çəkəsən dara. Yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlüm dəymə. Hörmətli tədbir iştirakçıları, indi isə gəlin Ulu Öndər Heydər Əliyevin il dönümünə həsr olunmuş videorolikə tamaşa edək. Qurub yaratmaq onun alın yazısıydı. Yarattıqları da özü kimi böyük idi. O, Azərbaycan xalqının müasir tarixini yaratırdı. Yarattığı ən böyük əsərin adı isə belə idi. Müasir Azərbaycan. Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ulu Öndər bütün dünyanın qəbul etdiyi, sevgisini qazandığı siyasətçiydi. Bu zirvəyə aparan yolun başlanğıcında tək özü idi. Böyük Azərbaycan sevgisi və xalqına həsr etdiyi əzmkar ömür bu yoldan keçir. Kimler dünyadan geçti özünü tanımak için, sense dünyadan göçtün yüreğden yaşamak için. Sen dünyalı değişir, kalbde abide vurdun, cismin burada vuruyor, ebediye verdiriyordu. Tarihlere yazılan şahsiyet var,
ilahi adını halkın verdi dahi tarihlere yazılan şahsiyet var ilahi adını halkın verdi dahi 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 senin çatmaz zirve sen, sana çatmaz gelmeyi. Ölümün öksüz bela, varlığına başlaydı. Senin çatmaz zirve sen, sana çatmaz geleydi. Tarihlere yazılan şahsiyet var ilahi. Azerbaycan benim ürəyimdir. Azerbaycan benim nəfəsimdir. Azerbaycan benim həyatımdır. Evet bilim ki sen benimsen. Yurdum, yuvam, məskənimsən. Əl çalarsanız. Ana, doğma vətənimsən. Əl çalar saxırdan. Ayrılar mı? Çölün candan Azerbaycan Azerbaycan